Salam değerli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bugün 28 avqust 2026-cı il. Bərdə mal bazarından çəkilmiş edir. Qardaşın heyvandır. Bunun balası erkək kişi. Kişi. Neçənci qarındır bu heyvanın? 5 karındır. 5. Südü nədir bax? Sütü 8'dir. Qiyməti nədir? Kıymeti 27'ye diyelim aşağı geldi. 2700'e. Bu birler kimindir be? Anladım ben. Bu ne səncə qarındı? O da 12'sinde oldu. Haq 12. Balası bu. Qalası kişi ha? Qiyməti nədir? Onun kıymeti 35 lira. Südü nədir be? Sütü 10 litre. Allah xeyirli bazar versin. Balası angustur. Gördüğünüz gibi. Bu ne səncə qarın? Sütü karındır. 3. Südü nədir be? Sütü baladan sabah 15 litre. Baladan başqa 15 litre. Balası da kişidir ha? Dişi angus. Qiyməti nədir? Kıymeti 35'e diyelim. Alan olsa yönleşelim. 3500. Yaşa. Allah pazar versin. Kardeşim bak böyle bir neyi var. Balası da kişidir. Ne kadarlıktı bunun balası? Neçə günlük var balası? Bir aylık. Neçənci qarındı bu? Bir ilkine. Sütü nədir be? Sütü. 10. Qiyməti nədir? 5000. 5000. 10 litre süt. Birinci qarın. Qiyməti 5000. Allah pazar versin. Qardaşım bax belə bir nəyi var. Gördüğünüz kimi. Balası çişi. Bu neçənci qarındır qaqam? 4. Sütü nədir? 15. Balı ilə balasız. Baladan başqa 15 litre. Qiyməti nədir? 5500 lira. Allah pazar versin. Qaqamın bax belə bir qəşəng nəyi var. Gördüğünüz kimi. Teşekkür. Bunun balası erkək. Neçənci qarındır bu? 3. Sütü nədir bunun? 10-11 litre. Qiyməti nədir rəyim bu? 3400 lira. Qəşəng. Heyvan qəhrəman tərsərdədir. Gördüğünüz kimi. Dördaylıq boğaz. Bu ne sen çıkar mı kadar? Ha, Mahmut ne kadar karındı? Sütü nerede bunun? 15 litre süt. Balası nerede? Erkek. Kıymeti nerede? Ha, kıymet nedir ya? 4500 lira. Bunun balası erkekti dişi qaqam. Bunun səncə qarındı bu? Ha? 4. Sütü nədir bunun? 7 litre. Qiyməti? 3200.
Balası erkek dişi bunun. Erkek. Ne sence karnında bu? 4. Sütün adı? 20 litre. 20 litre. Kıymeti nedir? 5800. 5800 lira. Ne sence karnı oldu? 4. Hara hayvanlı? Şırvanlı. Şirvanlı. Berdaranın Şirvanlı kendi. Allah hayırlı bazar versin. Balayla 20 balasız. Yok. Balasız. Balasız. Allah pazarını versin. Camış balalı. 4 litre süt. Bunlar da çalçalardı. Ödemiz şimdi. Pazar olsun. Şimdi kadar mı? Sağ ol kadar. Allah çömeğin olsun. Ne çiğli kadar? Valla bir çok götüren olsa 16 yandan böyle. 16 yarım. O bir neredesin diyor. Okey. Ne sabah şey bandı burada. Erkeğini dişini yoksa Sende 2 tane 3 tane dişi var. kalan hamsi erkek. Bunlar bir sayılık ola. Valla bunlar yaşlarına da yaşlı. 1 yaşlı. 1 yaşın azarı. Ama çölü sağlayamıyorsun ha yok. 61 35. Bak. Çelçelerin sahibinin nömrəsi. Camış pataları erkek. Ama olsanım ola. Pazar olsun. Neçə nədir bunlar? Neçə? 3300'den. Neçə? Birinin bordağı mı? Neçə başlı burada? 14 tane. Allah hayırlı pazar versin. Neçəyinəndir belə üst-üstə? 2350 lira. 23 yarım. Hamısı orada önceden de alalım. Yirmiş yarım. Ucunun kapandan 16 16.50.
Salam değerli izləyicilər. Hər birinizin hər vaxtınız xeyir. Hər birinizi xoş gördük. Bax belə 180-dən 250-260-a kimi diri çəkiləri. Qiymətləri 12 manat qardaş, qapanla. Gəlin çəkin aparın. Hal-hazırda 70 baş heyvandır. Qazaxıstandan təzə gəlib heyvanlarımız. Buyurub baxa bilərsiniz. Bunlar hamısı pasos danalardır. Pasos. 70 baş heyvan. Pasos danalardır. Güzel kardeşler, buyurup bakabilirsiniz. 180'den 200-250'ye kadar yeni çəkiləri. Ağdamda balıqçılıqda. İçində bir 500 tane buynuzlu olan var. Ama hamısı kabarttı. Yani başlarında buynuzsuzlar. Ve bakın buynuzsuz. Buna bakın gələr də 170, 180. Bu da olur 10 kimi. Yani hamısı xırda heyvanlar. Pasos danalar. Allah xeyir versin. Deməli dəyərli izləyicilərimiz. Bax, bunlar kəsimə gedənlərdir. 16 manat 50 qəpik. Əti. 16.50 ilə. Bax, bunlar hamısı kəsimə gedənlərdir. Kəsimə gedən danalardır. 16.50 ilə. Bunlar kəsimə gedən danalardır. Gözəl qardaşlar. Buyurub baxa bilərsiniz. Hamısı bax, bunlar kəsimə gedən danalardır. Qapandan 16.50'dir. Terbiye kapanma. Kəsimə gedən danalardır. Bax bunlar. Əti 16 manat 50 qəpik. 70 baş heyvandır. Salam dəyərli izləyicilər. Hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə buzoylarımız gəlib Ağdam rayonunun Mahrızlı kəndinə. Gördüyünüz kimi. Simentalın mələzi var, erkək. Bir dənə, 2 dənə dişi var içində. Qiymətləri gözəl qardaşlar. Etişinin bir bılı. Bax şey. Bozaq qulaq. Bronş kivesi.
Qiymətləri 1100-dən 1300-ə kimi. Buyurub baxa bilərsiniz. Biz bu günləri Ağdamdayıq. 11 baş heyvandır. Bütün bölgələrdə yəni çatdırılma edə bilərik. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə 8 baş gerçəklərimiz qaldı. Qızıl yerin birinci qarın düyələr. Tənir açılıb, gördüyünüz kimi gözəl qardaşlar. Hamısı birinci qarın düyələrdir. Ünvanımız Xaçmazda. Birinci qarın düyələrdir, gerçəklər. 8 baş heyvandır. Qiymətləri gözəl qardaşlar 6000-dən 6000-ə gördüyünüz kimi baxa bilərsiniz. Bax, tənin açıb idi. Axşama səhərə doğacaq. Bugün ayın 22'si Ağustos 2026. Bu hayvanların birinci qarın sütü 20 litr. Gözəl qardaşlar. Hal-hazırda bunlar dabaq tutmur, dırnaq uzanmır. Bu hayvanların ümumiyyətlə gözəldir. Yəni hamısı birinci qarın düyələrdir. 8 baş. Qiymətini aşağı yuxarı eləmək olar. Buyurub baxa bilərsiniz.